El-yevm ekmeltu lekum dinekum. Bugün dininiz kamil oldu. Ve etmemtu aleykum ni'meti. Bugün nimetimi size tamamladım. Kur'an'da elə ayələr gəlir ki, heç vaxt gəlməyib. El-yevm ye'isellezine keferu min dinikum. Məhz bugün kafirlər dininizdən məyus oldular. Yəni, siz bu sözə baxsaz, kafir sənin dinindən məyus olmağı nədir? Yəni, deyir ki, vəssalam da bunlar uduzduq. Kafir belə deyir. Mümkün deyil də, mümkün deyil. Niyə görə kafirlər bugün dininizdən məyus oldular? Cihad ayəsi gəlib? Yox, cihad ayəsi gəlməyib. Vilayət tanıtdırılıb. Ona görə onlar deyir ki, vəssalam, icra olunacaq. Bunun qabağını almaq mümkün olmayacaq. Hey gəlir əl-yevm, bugün, Quranda bax belə gəlir. El-yevm ekmeltu lekum dinekum. Bugün dininiz kamil oldu. Və etmemtu aleykum ni'meti. Bugün nemətimi sizə tamamladım. Nə olub bugün ki? Nə olub? Nə baş verib? Həccə getdik, din kamil olmadı. Namaz qıldıq, din kamil olmadı. Əxlaq ayələri gəldi, din kamil olmadı. Cihad ayələri gəldi, şəhidlik ayələri gəldi, din kamil olmadı. Heç yerdə demədi, bir dənə burada dedi ki, bugün din kamil oldu. Çünki bütün bu saydıqlarım burada icra olunur. İcrası mümkün olmayandan sonra mənası nədir ki? Bir kağız parçasıdır. İcrası mümkün olmayandan sonra. Bugün haqqında deyir, ya eyyuhər rəsul, bəlliğ mə unzilə iləykə min Rabbik, fə in ləm təf'əl fəmə bəlləxtə risalətəhu. Ey Peyğəmbər, bu bir kəlməni deməsən, işin getdi, bütün təbliğin getdi işinin dalıca. Heç nə eləməmsən elə bil. Necə yəni? Din var axı. Necə yəni bunu deməsən? Axı Quran var, nazil olub, ayə nazil olub. Necə yəni ilahi deyirsən ki, bunu deməsən, heç nə eləməmsən, mənasızdır, din yoxdur. Bir din ki, kağız üstə qalacaq, elə yoxdur. Bir din ki, icra olunmayacaq, yoxdur.